Azərbaycanda Starlink qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. Bu barədə şəbəkənin X hesabında paylaşım edilib. Bildirilib ki, artıq Azərbaycanda Starlinkin yüksək sürətli və aşağı gecikməli internet xidməti mövcuddur. Qeyd edək ki, artıq yeni peyk şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb. Vətəndaşlar bu şəbəkəyə qoşulmaq üçün aylıq məbləğin 80 manat olduğunu, bu səbəbdən yerli provayderlərin də qiymətləri qaldıracağını güman etdiklərini bildiriblər. Azərbaycanlı istifadəçilər Starlink xidmətindən yararlanmaq üçün Starlink Mini Kit və ya Starlink Standart Kit cihazlarından birini əldə etməlidirlər. Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması isə 50 manatdır. Xatırladaq ki, Starlink Amerikalı milyarder Elon Musk'ın SpaceX şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksək sürətli, geniş zolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları SpaceX raketləri ilə həyata keçirilir. Starlink hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.